Elm və Təhsil Naziri Emin Əmrullayevin də iştirakı ilə sertifikatlaşdırma imtahanlarının nəticələri barədə brifinq keçirilib. Nazir imtahanın çətin olmadığını, 91 mindən çox müəllimin imtahanda uğur qazandığını, 9334 nəfərin isə əmək müqaviləsinə xitam verildiyini bildirib. Emin Əmrullayev məktəblərdə dərs zamanı telefon qadağasından da danışıb, həmçinin tam ştat müəllim vəzifəsi ilə bağlı da bəzi detallar açıqlayıb. 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq. Bu statusu alan müəllimlər bir daha sertifikatlaşdırma prosesində iştirak etməyəcəklər. Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev sertifikatlaşdırma səriştəli müəllim keyfiyyətli təhsil mövzusunda keçirilən tədbirdə deyib. Nazir tam ştat müəllim vəzifəsi ilə bağlı bəzi detalları da açıqlayıb. Biz istəyirik ki, müəllimimiz səhər müəllim, günorta repetitor olsun. Mən deyirəm ki, biz istəmirik. Biz deyirik ki, müəllim olsun. Kim də repetitorluq fəaliyyəti ilə məşğul olmaq istəyirsə, olsun da, yəni ona da etirazım yoxdur. Sadəcə olaraq gəlib məktəbdə uşaqlara dərs deməyib, sonra özünə bazar yaratmasın. Bu səhvdir. Valideyn də istəyirsə ki, onun uşağı ali təhsil müəssisəsinə hazırlaşsın. Dövlətin məktəbi var. Dövlət bu məktəbdə həmin hazırlığı keçə bilər. Müəllim əgər buna görə daha yuxarı əmək haqqı istəyirsə, bunu da biz verməyə hazırıq. Yəni tam orta məktəbdə deyək əmək haqqı tam ştat olduğuna görə təbii ki, yuxarı olacaq. Düzdürmü? Və adından görüldüyü kimi tam ştatlı müəllim yalnız tədris saatlarına görə almır pulu, həm də müəllim kimi digər funksiyalarını yerinə yetirdiyinə görə də alır. Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadəsinə qoyulan qadağadan da danışan Emin Əmrullayev vurğulayıb ki, bu cihazlardan istifadə təlim prosesinə mənfi təsir göstərir və yol verilməzdir. Telefonu özünə gətirə bilər təbii ki, amma söhbət dərs vaxtı telefonla danışmaqdan və telefondan istifadədən gedir. Çünki biz nəyi müşahidə elədik? Misal üçün, telefondan istifadə zəng eləyə bilər, oyun oynaya bilər, smartfon olmayanda da orada oyunlar ola bilər və s. Dərs vaxtı, 45 dəqiqə müəllimin dərsi var, həmin o 45 dəqiqə ərzində onu istifadə edə bilməz. Təbii ki, əgər burada hansısa bir qeyri-adi hal baş verirsə, uşaq öz telefonundan götürüb evinə nə üçünsə, belə də çıxılmaz bir vəziyyətdirsə, olsa dərsdə yəqin ki, hələ uşaqlar əllərini qaldırıb, bir də müəllim olar 2 dəqiqə bayra çıxın deyə bilir. 4-cü və 6-cı siniflər üzrə monitorinqlərdən də danışan nazir narahat edici nəticələrin qeydə alındığını bildirib. Emin Əmrullayev qeyd edib ki, bəzi siniflərdə şagirdlərin 50-70%-i minimal təhsil standartlarına cavab vermir. Baxırıq 4-cü siniflərdəki, yaxşı sinifin 10%, 20% ola bilər. Elə yer ola bilər ki, bu 25% olsun yerli şəraitdən asılı olaraq. Amma sinifdə 50%, 60%, 70% uşaq var ki, bəzi siniflərdə onlar minimal standarta cavab vermir. Əksər sinif belə deyil. Amma belə siniflərin sayı 5-lərində deyil, yəni 100-lərləndir. 4 il ərzində necə ola bilər ki, bu uşaq, çünki onu görmək olur da 1-ci ildə, 2-ci ildə, 3-cü ildə, 4-cü ildə görmək olur ki, bu uşaq çatdırmır. Tək o müəllimdən də söhbət getmir. Yəni müəllim direktor müavini ilə, direktorla, başqa müəllimlərlə, məktəb olaraq biz nə edirik ki, o uşaq heç olmasa biraz daha yuxarı səviyyə gəlsin, çatsın. Emin Əmrullayev həmçinin bildirib ki, sertifikasiyanın hər iki cəhdində uğur qazana bilməyən 9334 müəllimin əmək müqaviləsinə xitam verilib. Ümumilikdə 91407 müəllim isə sertifikatlaşdırma prosesində uğur qazanıb. Ülkər Qasımqızı, Davud İbrahimov, Aytən Fehruz, Xəzər xəbər.